Başlayalım. Azərbaycanca kübar danışmağı sevənlər. Sizə mən çox gözəl bir məlumat verəcəm. Xüsusən Azərbaycan xanımlarının bir yaşdan sonra səsindəki kübarlıq, məlahət demək olar ki, itib gedir. Oğul uşaq, ailə qayğıları birinci bizim səsimizi sıradan çıxarır. Amma uşaqları yerbəyer eləyəndən sonra bir də baxırıq ki, dərimiz əldən gedib, ən əsas da səsimiz kobudlaşır. Bəs bunu necə düzəldə bilərik? Ümumiyyətlə bunu düzəltmək mümkündürmü? Təbii ki, mümkündür. Və burada biz çox sehrli bir metoddan əllərimizlə texnikadan istifadə edəcəyik. Əl səsə necə kömək edə bilər? Tutulası deyil ki, tutasan. Amma mən çox maraqlı bir təlim hazırlamışam. Əvvəlcə onu deyim ki, əgər sürətli və kobud danışırsınızsa, səsinizi bir kənardan dinləyin. Təbii, əminəm ki, WhatsApp-da səsinizi dinləməyi sevmirsiniz. Bu da əlac deyil. Yaxşı, mən sizə necə kömək edə bilərəm? Təəssüf ki, bütün xırdalıqları bu kiçik videonun içərisində verə bilmirəm. Ona görə də hamınıza kübar və məlahətli danışmaq üçün təlimlərimə qatılmağı tövsiyə edirəm. Çox şey qazanarsınız.